Növbədə bir çevrə sualının izahına baxaq. Belə ki, bizə yarım çevrə verilib, AC qövsünün 100 dərəcə olduğunu verib və alfa bucağını soruşur. Deməli, AC qövsü bizdə 100 dərəcədirsə, onda mərkəzi bucaq birbaşa özünə bərabər olacaq. Onda biz burada 100 yaza bilərik. Və burada isə 80 olacaq, çünki açıq bucaq olur burada. Digər tərəfdən görürük ki, bunun radiusu A plus B-dir. Bura radius olduğu üçün burada radius olacaq. Onda mən burada yaza bilərəm A plus B. Və burada bərabər yanlı üçbucaq yaranır. Bərabər yanlı üçbucağın oturacağı bitişik bucaqları bərabər olduğundan artıq burada 80 yaza bilərəm. Və 80 üstə gəlsin, 80 deməli, bərabərdir 160. Və üçbucağın daxili bucaqları 180-ə tamamlandığı üçün 180-dən də 160-ı çıxacaq, qalacaq 20. Deməli, bu bucaq 20 dərəcədir. Daha sonra, indi isə bu üçbucağa baxacaq. C, O, B üçbucağı. Bu üçbucaq da bərabər yanlı üçbucaqdır. Niyə? Çünki bu tərəflə bu tərəf bərabərdir və təpə bucağı 80 dərəcədir. Və biz, deməli, 180-dən çıxacaq 80-i, qalacaq 100 dərəcə. Və bu 100 dərəcəni də 2-yə böləcək ki, oturacaqdakı bucaqlara yazaq. 100-ü də böləcək 2-yə, eləyəcək 50. Deməli, burada 50-dir. Eyni zamanda burada 50 olmalıdır, ümumi. 50 olmalıdır. Və 50-nin də artıq 20-si var burada. Deməli, nə qədər qalacaq? 30. Yəni, 50-dən də 20 çıxacaq, qalacaq 30. Deməli, alfa bucağının qiyməti, dərəcə ölçüsü 30 dərəcədir.